رسول الله. İnşallah möhtərəm müsəlman qardaşlar, bugünkü danışacağımız mövzu böyük bir məsələlərdəndir ki, onu insanın dünyada tələb etməsi vacibdir. Həmin mövzu imanı necə qaldırmaq, onu necə müalicə etmək barəsində olacaq. Əhl-i-Sünnə vəl Cəmaənin əqidəsinə görə iman artır və azalır. Ola bilsin ki, insanın imanı azalır, naqisləşir, amma özü bunu hiss etmir. Səbəbləri də bunlardır ki, öz ətrafındakilərə baxır, zəif imanlı insanları görüb özünün xeyr üzərində olmasını iddia edir. Və öz-özünə fikirləşir ki, insanların hamısının imanı zəifdir. Amma maşallah özünün imanı güclüdür. Onun özü 3-4 namazı məsciddə qılar, amma insanların çoxları var ki, namaz qılmazlar. Ancaq 1-2 namazdan başqa. Və özünün güclü imanı olması barəsində fikirləşir. Və yaxud sabah namazına iqamədən sonra gəlir və fikirləşir ki, imanı güclüdür. Ona görə ki, insanlar fəcr namazına çox az gələrlər. Böyük məsələlərdəndir ki, inşallah bunun barəsində sonra danışacağıq. Ola bilsin ki, bu söhbət fayda verməz. Əgər eşidilib, əməl edilməzsə, Allah Subhanahu Teala Quran-ı Kərimdə buyurur: "Əl-ləzīne yestəmi'unəl qavlə feyəttəbi'unə əhsənə ulaikəl-ləzīne hədəhumullah və ulaikəhum ulul əlbəb." Abu Bakr radiyallahu anhu bir gün ənsarlardan birinin bağına girir. Orada uçan bir quş görür və düzü üstə yerə çöküb ağlayır. Ondan soruşulduqda, "Sənə nə olub? Allah sənə rəhm etsin." O belə cavab verir: "Quşa baxdım, ağacların üzərində uçur və o bağın meyvəsindən yeyir. Sonra isə ölüb gedir, nə hesab var, nə də əməl. Kəşki bir quş olaydım." Abu Bakr, hansı ki cənnətlə müjdələnmişdir. Ömər radiyallahu anhu Abu Bakr barəsində rəvayət edir ki, Abu Bakr həmişə fəcr namazını qıldıqdan sonra tez çıxıb məsciddən harasa gedərdi. Və bir gün onun arxasınca getdim. Ömər radiyallahu anhu Abu Bakr radiyallahu anhu ilə həmişə xeyir işlərdə ötüşərdi. Və deyir, gördüm ki, Mədinənin ətrafındakı evlərdən birinə girdi. Və o çıxandan sonra mən içəri girdim. Və orada qoca, aciz, kör bir qarı gördüm. Kim onun yanına gəlir? Müsəlmanların xəlifəsi. Və o qadından soruşdum ki, sən kimsən və sənin yanına hər gün gələn bu kişi kimdir? Qarı dedi, mən necə ki görürsəm, qoca, aciz, kör bir qadınam. Amma məni hər gün ziyarət edən adamı isə heç tanımıram. Bizə gəlib yeməyimizi bişirir, evimizi süpürür və qoyunlarımızı sağıb gedir. Ömər radiyallahu anhu bunu eşidəndə oturub ağlayır və deyir, özündən sonra gələn xəlifələri yordun, ya Əbu Bəkir. Artıq Ömər radiyallahu anhu bilirdi ki, ondan sonra gələn xəlifələr nə qədər çalışsalar da artıq ona çata bilməyəcəklər. Tabeinlərdən olan Həsən el-Basri çox ağlayardı. Ondan soruşulduqda ki, ya Həsən, niyə görə çox ağlayırsan? O belə cavab verərdi. Qorxuram ki, Allah Subhanahu Teala məni oda atar və bir daha məni yadına salmaz. Bu qədər əməldən sonra Amilatun nasibə təslə naran hamiyə. Allah Subhanahu TealaĞaşiyə surəsində buyurur, boş yerə əziyyət çəkib yorulacaq və yanar oda girəcək. İmanın zəifliyinin əlamətlərindəndir ki, insan Quranı oxuyur və mövzələri eşidir, amma heç təsirlənmir. Açıq aydın ayətlər ona təsir etmir. Ona görə ki, möminlər Allah Subhanahu Teala onlar barəsində Quran-ı Kərimdə buyurur, Əuzu billahi minəşşeytanirracim, İnnəməl mu'minunəl-ləzīnə izə zükirallahu vəcilət qulubuhum. Möminlər yalnız o kimsələrdir ki, Allahın adı çəkildikdə onun heybət və əzəmətindən qəlbləri qorxudan titrəyər. Əgər qəlbin titrəmirsə, bil ki, ey insan, bu sənin imanının zəifliyindəndir. Sələflərdən bəziləri azan verildikdə dəstəmaz aldığı vaxt üzü saralardı. Ondan soruşulduqda belə cavab verərdi. Bilirsinizmi, indi mən kimin önündə duracağam?
Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün İbn Məsuda deyir, oxu. Məsud deyir, ya Rasulullah, Quran səni endiyi halda mən sənin üçün Quran mı oxuyum? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, oxu, mən onu başqasından eşitməyi çox sevirəm. İbn Məsud oxumağa başladı. Oxudu, hətta Nisa surəsinə çatdı və yenə oxudu. Bu ayəyə çatanda وَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَى هَؤُلَاءِ شَهِيدًا Nisa surəsinin 41-ci ayəsi Allah subhanahu ta'ala buyurur, hər ümmətdən şahid gətirildikdə və səni də onlara şahid təyin edəcəyimiz zaman necə olacaq? İbn Məsud deyir, baxdım gördüm Peyğəmbər sallallahu aleyhi və səlləm ağlayır. Peyğəmbər sallallahu aleyhi və səlləm gecə namazına qalxardı və bir ayəni bütöv gecəni təkrarlayıb ağlayardı. Həmin ayə İn tu'azzibəhum fə innəhum ibaduk və in təğfir ləhum fə innəkə əntəl azizul hakim. Əgər sən onlara əzab versən, onlar sənin qullarındır. Əgər onları bağışlasan, sən yenilməz qüvvət və hikmət sahibisən. Maidə surəsinin 118-ci ayəsi. Ayşə radiyallahu anhudan rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm gecə namazına qalxardı və namaz qılardı, səcdədə ümmətim, ümmətim deyərək ağlayardı. Həmçinin imanın zəifliyindəndir ki, sən Quranı eşitirsən, amma təsirlənmirsən. İmamın arxasında namaz qılırsan, amma bilmirsən ki, imam nə oxuyur. Ola bilsin, dua edirsən, əzabdan Allah subhanahu ta'alaya sığınırsan, amma qəlbin dünya barəsində fikirləşir. Bax imanın zəifliyinə, ey müsəlman qardaş. Əbu Bəkr radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra ən xeyirli insan. Peyğəmbər sallallahu aleyhi və səlləm xəstə olduğu zaman Ayşə radiyallahu anhuya belə əmr edir. Əbu Bəkrə de, cəmaata namaz qıldırsın. Ayşə radiyallahu anha deyir, ya Rasulullah, Əbu Bəkr kövrək bir insandır, namazda dözüb dayana bilmir, çox ağlayır. Hətta Fatihə surəsini oxuyanda belə ağlayır. Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra ən fəzilətli insan. Həmçini bu hədis Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra Əbu Bəkr radiyallahu anhunun xəlifə olmasına dəlildir. Çünki əgər dini işlərdə Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Bəkri bizə imam təyin etmişsə, dünyavi işlərdə sözsüz ki, o bizə imam olmalıdır. Ömər radiyallahu anhu sübh namazını cəmaatla qıldıranda Yusuf surəsini oxumağa başladı, oxudu, hətta bu ayəyə gəlib çatdı. İnnəmə əşku bəsti və hüzni ilallah. Kədərimdən və hüznümdən yalnız Allaha şikayət edirəm. Və ağlamaya başladı, hətta arxasındakiləri da ağlatdı. Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabilərinin halı belə idi. Ömər ibn Abdüləziz gecə namazına qalxdı və bu ayəni oxumağa başladı. Və ənzərtukum nəran tələzza. Mən sizi alovlanan bir ateşlə qorxuduram. Və bu surəni axıra qədər çatdıra bilmədi. Və ikinci dəfə surəni yenidən oxumağa başladı. Və yenə də bu ayəyə çatdı. Və ənzərtukum nəran tələzza. Yenə bacarmadı. Və surəni üçüncü dəfə oxumağa başladı. Yenə bu ayəyə çatanda yenə bu surəni tamamlaya bilmədi. Və bu surəni qoyub başqa surə oxumağa başladı. Sələflərdən biri barəsində belə rəvayət olunur ki, o gecə namazında ikən bu ayəni oxuyurdu. وَلَوْ تَرَى إِذْ وُقِفُوا عَلَى النَّارِ فَقَالُوا يَا لَيْتَنَا نُرَدْ. Onları gətirilib od üzərində saxlandıqları zaman kaş ki dünyaya qaytarılaydıq dediklərini görəydin. Ənam surəsinin 27-ci ayəsi. Huşunu itirdi və bir daha özünə qayıtmadı və bu ayəni tamamlaya bilmədi. Ayə onun ölümünə səbəb oldu. Ola bilsin ki, bu rəvayətdə mübalağa ziyadə var. Amma müsəlman qardaşlar, biz bunu istəmirik. İstəyirik ki, heç olmasa insan Quran-ı Kərimi eşidəndə təsirlənsin. İnsanın imanının zəifliyindəndir ki, insan Allahın ayətlərini oxuyur. O ayətlər ki, dağlara insəydi, onları parça-parça edərdi. Amma insan təsirlənmir. Allah subhanehu ta'ala buyurur, Əfələ ya'ləmu izə bu'thirə mə fil qubur və hussilə mə fis sudur
İnne rabbahum bihim yevme izin lehabir. Məgər o bilmir ki, qəbirlərdə olanların dirilib çıxacaqları və sinələrdə olanların üzə çıxarılacağı və həmin gün Rəbbi onların əməllərindən özlərini xəbərdar edəcək. Düşündüyün günahlar, o şeylər ki, öz aləmində onları gizlədirdin, asi olub günah işlədirdin və elə zənn edirdin ki, Allah Subhanahu Teala səni görmür. Sinələrdə olan Allah önündə qiyamət günü üzə çıxacaq. Allah Subhanahu Teala buyurur, يَوْمَئِذِ يُعْرَضُونَ لَا تَخْفَى مِنْكُمْ خَافِيَةً. O gün bütün əməlləriniz sizə göstəriləcək və sizdən heç bir şey gizli qalmayacaq. Əgər imanını yoxlamaq istəyirsənsə, Qurana qayıt. Onu eşidəndə, onu oxuyanda təsirlənirsənmi? İmamın arxasında namaz qılanda xuşu ilə namaz qılırsanmı? Qorxu hissləri keçirirsənmi? Quran düşünürsənmi? Allah Subhanahu Teala buyurur, Allahu nəzzələ əhsənəl hədisi kitəbən mütəşəbihə məsəniyə təqşə'iru minhu culudullezine yaxşavna rabbəhum thumma talinu culuduhum və qulubuhum ilə zikrillah. Allah sözün ən gözəlini bir-birinə bənzər əmr və nəhilər və hekayətlərdən ibarət təkrarlanan bir kitab şəklində nazil etdi. Bunları eşidəndə Rəbbindən qorxanların tükləri biz olar. Yəni zikirdən sonra ürəkləri yerinə gələr və qorxuları gedər. Ömər ibn Abdülaziz gecə namazına qalxardı və ağlayardı və arxasında onun əhli də ağlayardı. Səhər olanda ondan soruşardılar, Allah sənə rəhm etsin, səni ağladan nə idi ya Ömər? Ömər ibn Abdülaziz radiyallahu anhu belə cavab verərdi. Allah Subhanahu Teala'nın gecə ikən bu kəlamını oxuyurdum. Fəriqun fil cənnəti və fəriqun fil sa'ir. Bir dəstə cəhənnəmə ayrılacaq, bir dəstə cəhənnəmə və fikirləşirdim ki, mən bunların hansı birindən olacağam. Mən cənnətə gedən firqədənəm, yoxsa cəhənnəmə. Zövcəsi Fatimədən onun barəsində soruşulduqda belə deyərdi. Ömər ibn Abdülaziz yatağından qalxanda qorxu içərisində dik atılardı və qalxıb namaz qılardı, ağlayardı. Onu görəndə deyərdin ki, indi onun ruhu çıxacaq və beləcə davam edərdi hətta fəcr əzanına qədər. Və sonra isə qalxıb namaza gedərdi. Allah Subhanahu Teala buyurur, Əfələ yətədəbbərunəl Qur'an, əm alə qulubin əqfəluhə. Onlar Quran barəsində düşünməzlərmi, yoxsa qəlblərinə kilid mi vurulmuşdur? Vallahi, əgər bu Quran daş olan dağlara ensəydi, dağlar parça-parça olardı. Amma nə olub bu qəlbə? Səbəb nədir? Günahlar, vallahi günahlar. Elə insanlar var ki, Quran oxuyurlar, amma onu hiss etmirlər. Elə bil ki, qazet oxuyurlar və yaxud hər hansı bir qıssəni eşidəndə təsirlənirlər. Amma ən yaxşı qıssa olan Quran-ı Kərimi eşidəndə təsirlənmirlər. Əgər düşmən barəsində eşitsələr, qorxurlar. Amma Allahın əzabı barəsində eşidəndə qorxmurlar. Allah Subhanahu Teala buyurur, Təqşəiru minhu culudullezine yaxşavna rabbəhum thumma talinu culuduhum və qulubuhum ilə zikrillah. İnnə cəhənnəmə kənət mirsadə. Həqiqətən cəhənnəm mələklərin əzab üçün hazır durub gözlədiyi bir pusqudur. Həqiqətən də müminin halı belə olur. Əgər bu ayəni eşitsə, həyəcan keçirir, titrəyir və bu ayətlərə tab gətirə bilmir, qorxur və biraz sonra başqa bir ayət gəldikdə İnnə lil muttəqinə məfədə. Həqiqətən müttəqilərin nicat yeri cənnətdir və qəlbi yumşalır, sakitləşir və Allah Subhanahu Teala'dan onun rəhmətini istəyir. Peyğəmbər sallallahu aleyhi və səlləm gecə namazına qalxardı və uzun surələr oxuyardı. Əzab ayətləri gələndə onlardan Allaha sığınardı. Rəhmət ayətlərinə çatanda onları Allahdan istəyərdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ayətlərə belə yanaşardı. Amma bəzi insanlardan əgər soruşsan, imam işə namazında nə oxuyub bilmir. Subhanallah, haçən özünlə tək-tənha qalıb, Quran oxudun, Allah Subhanahu Teala'nı zikr etdin və gözün yaşardı. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Rəculun zəkərallaha xaliyən və fəadat aynəh. Bu hədisi Peyğəmbər sallallahu aleyhi və səlləm o kimsələr barəsində buyurur ki, qiyamət günü heç bir kölgə olmadığı zaman 7 qrup insanı Allah Subhanahu Teala öz kölgəsində kölgələndirəcək. Və həmin qrupdan bir qrup insan Allah Subhanahu Teala'nı
tək tanha olaraq zikr edib, göz yaşı axıdan kimsədir. Ey Allahın qulu, əgər biz bu dərəcəyə çatmamışıqsa, bil ki, bunlar hamısı imanın zəifliyindəndir. Və imanın zəiflik əlamətindəndir ki, insan çoxlu asizliklərə və günahlara yol verir. Hər dəfə günah işləyəndə deyir balacadır. Hər dəfə günah işləyəndə deyir, əlhamdülillah, cəmaatla birlikdə namaz qılmışam. Yaxşılıqlar, pislikləri yuyub aparır. Evə girib, televizor açır, heç fikir vermir, musiqiyə qulaq asır və öz-özünə deyir, kiçik bir şeydir. Bu mənə heç bir zərər toxundurmaz. Bazardan keçəndə ona buna baxır və deyir, kiçik bir şeydir. Sonra gəlib evdə oturub onun bunun söhbətini edir. Əgər bir məclisə getsə, qeybətə qulaq asır, onun sözünü buna, bunun sözünü ona çatdırır. Və insanların namusları barəsində danışır. Necə ki, şairlərdən biri buyurur, Kuffəzzunu bə səğirəha və kəbirəha zəkəttuqa və snə kəməşin fəvqəl ardi şəvkin yəhzəru mə yərə lə təxqirənə səğirətən innəl cibələ minəl həsa. Kiçik və böyük günahlar işləməkdən çəkin, budur təqva. Tikanlı bir yerdə gəzən adamın gəzişi kimi gəz, ehtiyatla. Günahları kiçik görmə, həqiqətən dağlar kiçik daşlardan əmələ gəlmişdir. İbn-i Qayyum Əl-Cəvzi belə buyurur, çox qığılcımlar vardır ki, onlardan böyük bir odlar törənmişdir. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur, وَوُدِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَا لِهَذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا. Əməl dəftəri qarşılarına qoyulacaq və yazılmış günahlarına görə və pis əməllərinə görə sən onların qorxduqlarını görəcəksən. Və onlar belə deyəcəklər, vay halımıza, bu əməl dəftəri niyə kiçik və böyük günahları buraxmadan sayıb nəzərə almışdır. Adi bir baxışın buraxılmır, qeyd olunur. Qəzeti, jurnalı açıb oxuyarkən oradakı qadına baxdın və dedin, kiçik bir şeydir, heç bir şey olmaz. Və yaxud televizorda xəbərlərə baxanda başladın yad qadınlara baxmağa və dedin, heç bir şey olmaz, bu mənə heç bir zərər toxundurmaz. Və oturduğun məclislərin birində oturub qeybətə, nəmiməyə qulaq asırdın və öz nəfsini müdafiə edərək belə deyirdin, mən ki danışmıram. Bir gün ehtiyaclarından dolayı bazara çıxanda, satıcı bir qadınla rastlaşanda, ondan bəzi şeylər alanda və başladın onu danışdırmağa, güldürməyə və o zaman öz-özünə deyirdin, heç nə olmaz, zəruriyyətdir. Yazıq insan, Allah Subhanahu taala necə ki buyurur Quran-ı Kərimdə, La yuqadiru sagiratan və la kabiratan illa ahsaha və vəcədu mə amilu hadira və la yazlimu rabbuka ahada. Onlar dünyada etdikləri bütün əməlləri qarşılarında hazır görəcəklər və Rəbbin heç kəsə zülmədən deyildir. Kəhf surəsi. İmanın zəif olan insanın halı belədir. O insan kiçik günahlara artıq fikir vermir. Hətta o dərəcəyə çatır ki, artıq böyük günahlar edir. Allah Subhanahu Taala'dan böyük günahlara düşməkdən yardım istəyirik. Zahir, qeybət etməyə, valideynlərə ağ olmağa, artıq günahları açıq-aşkar etməyə. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Kulli ümmətin muafa illə mücahirin. Bütün ümmətin bağışlanacaq, amma günahları açıq-aşkar edənlərdən başqa. İnsanların gözü qabağında haramlara yol verir, fahişə işlər görür və öz elədikləri ilə fəxr edib belə deyir, filan yerə getdim, belə-belə işlər gördüm. Və imanın zəifliyi əlamətlərindəndir ki, insan başqalarının vecini almır. Əgər müsəlmanların rayonlarda, şəhərlərdə olan çətin vəziyyəti barəsində onunla söhbət etsən, deyir, mənə nə var? Və bunlar hamısı imanın zəiflik əlamətlərindəndir. Həmçinin imanın zəifliyindəndir ki, insan ibadətdə tənbəllik eləsin. Əvvəl hidayətə tezə gəldiyi vaxtlarda birinci səhvdə namaz qılardı. Amma indi nə olub sənə ey insan? İkinci və ya üçüncü və ya axırıncı səhvlərdə namaz qılırsan. Nə olub ona? Məscidə iqamədən sonra gəlir. Ey insan, öz nəfsini hesaba çək, otur fikirləş. Sənə nə olub ki, ancaq axırıncı rükətlərə gəlib çatırsan və elə zənn edirsən ki, sən xeyr üzərindəsən. Sallallahu aleyhi və səlləm buyurur, o qövmlər ki, birinci səhvlərə gecikməyə başlayarlar
ve gecikərlər, bu iş üzerinde devam ederler. Hatta o dereceye gelip çatarlar ki Allah Subhanahu Teala onları cennete geciktirer. Yazık insan bilmir ki bu nifakın alametlerindendir. Allah Subhanahu Teala Kur'an-ı Kerim'de buyurur: وَإِذَا قَامُوا إِلَى الصَّلَاةِ قَامُوا كُسَالَى يُرَاءُونَ النَّاسِ وَلَا يَذْكُرُونَ اللّٰهَ إِلَّا قَلِيلًا. Namaza kalktığı zaman tembel kalkarlar ve insanlara özlerini göstermek için Allah'ı çok az zikrederler. Teze hidayete geldiği vaxtlarda cibinde zikir kitapçası gezdirerdi. Səhər akşam zikirlerini ederdi. Ama indi ne olup seni artık ey insan, səhər akşam zikirlerini yaddan çıkarmısan? Harda da Allah Teala'nı zikr etmek, sana ne olup ki değiştin? Evveller gündelik açıp Kur'an okuyardın ama indi ne olup sana ey Allah'ın kulu? Hamısı imanın zayıflığındandır. Vaxt var idi ki geceleri kıyama kalkardın, 2, 4 veya daha çok namaz kılardın. Ne olur sana Qiyam-ı Leyl Ramazandan başka yadına düşmür ey Allah'ın kulu. O da eğer kılsan. Evveller 1. 4. günler oruç tutardın. Ama indi bir gün de olsun böyle oruç tutmursan. Hamısı bunlar imanın zayıflığındandır. Ama sen bunları hissetmirsen. Ve imanın zayıflığı alametlerindendir ki o münkeri görür, pisliği görür. Ama bunlar ona hiç tesir etmir, hiç hal değişmir, sıkılmır, pisliğe rast gelir, hele bil ki pisliği değil. Allah Teala münkeri qadağan edenler barısında buyurur: Kuntum hayra ummetin uhricet linnas te'murune bil ma'ruf ve tenhavne anil münker ve tu'minune billah. Ali İmran suresinin 110. ayeti. Siz insanlar için zahire çıkarılmış bir ümmetsiniz ki onlara yaxşı iş görmeyi emreder ve pis emelleri onlara qadağan edersiniz ve Allah Subhanahu Teala'ya inanarsınız. Münkeri inkar etmek imandandır ve kim öz imanının miqdarını bilmek isterse emri bil ma'ruf ve nahyanil münkerine baksın. Evveller televizorda münker görende televizoru söndürerdi. Birini gıybet, nemimi eden görseydi nəsihət ederdi. Eğer bunu bacarmazsa mescidden çıkardı. Ama indi insanın imanı zayıflayıb. İndi özü münkara bakır, ancak fikir vermir. Pis meclislerde oturur, hiç hal değişmir ve bu meclisten durup çıkıp gitmir. Ona göre ki artık onun imanı zayıflayıb. Peygamber sallallahu aleyhi ve sellem buyurur: ذَلِكَ أَضْعَفُ الْاِيمَانِ. Ve bilirsiniz mi Peygamber sallallahu aleyhi ve sellem bu sözü kime aitti? O kimseler ki onlar bir mecliste oturarlar ve münker görer ve münkeri eliyle, diliyle değiştirebilmeyip kalplerinde olan sıkıntıdan durup o meclisten çıkıp giderler. Budur imanın en zayıfı. Yaxşı orada oturan kimseye, orada oturup kimseye münkere kulak asan insana bəs ne deyək? Ne deyək öz ayağıyla münker meclislerine gidenlere, ne deyək özleri bu işi görenlere? Ta kıyamet günü gelende Allah Subhanahu Teala buyurur: قُلْ هَلْ نُنَبِّيكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا الَّذ۪ينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا. Allah Subhanahu Teala Kaf suresinin 103-104. ayetlerinde buyurur: size emelleri bakımından en çok ziyana uğrayanlar barəsində haber verin mi? O kəslər ki onların dünyadaki zəhmətləri boşa çıkmışlar. Halbuki onlar yaxşı iş gördüklerini ve bunun mukabilinde mükafata nail olacaklarını zannedirdilər. Sələflərdən bəziləri Allah Subhanahu Teala'nın bu ayetini eşitəndə ağlayardı. وَبَدَا لَهُمْ مِنَ اللّٰهِ مَا لَمْ يَكُونُوا يَحْتَسِبُونَ. Onların gözlemediği şeyler onlara görsen de Ali İmran suresi. Kalbindeki imanı nece dirilte veyahut onu nece muhalece edebilersen ey Allah'ın kulu. Ey insan, bil ki bu hayat, bu ömür kısa bir ömürdü ve bundan sonra senin ikinci böyle bir fırsetin olmayacak. Abu Derda radıyallahu anhu ölüm ayağında ağlamaya başlayır ve yanındakilere böyle deyir: Ələ rəculun ya'məl misli masra'y hada. Bu anı, bu saati, bu günü için əməl eden kişi var mı? Abu Hureyre radıyallahu anhu o kimse ki günlerini Allah'a itaatde, gecelerini Allah Subhanahu Teala'ya ibadete geçirerdi. İlim talebesi ölmezden evvel ağlayardı. Ve dışarıdılar: ya Abu Hureyre, sen ağladan nedir? O böyle cevap vererdi: seferin uzunluğu, azügenin azlığı ve imanın zayıflığı ve bir de sirat üzerinden geçerken oraya düşmek korkusu.
ölümündən qabaq ağlayaraq bu kəlmələri deyərdi. Amma biz nə deyirik? Biz ki günlərimizi günahlarla keçiririk. Əgər bizdən biri o halı fikirləşsə, vallahi gözü ilə harama baxa bilməz. Vallahi televizoru aça bilməz. Əgər orada pisliklər, münkər varsa, vallahi artıq münkər məclislərinə gedə bilməz. Əgər o anları lazımınca haqqı ilə fikirləşərsə, Allah subhanahu ta'ala bu barədə buyurur: Kəllə izə bələğətit təraqiyyə və qeylə mən raq. Can boğaza gəlib yetişəcəyi və onu bu bəladan kim xilas edə biləcək deyiləcəyi zaman. Xəyalına gətir, Allah subhanahu ta'ala sənin o halın barəsində xəbər verir. Ölüm yatağı ola bilsin ki, ətrafında atan və anan və oğulların və zövcən duracaq və sənin bu halını ağlayacaqlar. Ola bilsin ki, kiçik oğlun səni qucaqlayaraq belə deyəcək: Ey ata, sənə nə olub? Sənə nə olub ki, cavab vermirsən? Sən isə öz əlinə, qoluna baxacaqsan, artıq onlara nə olub ki, onlar hərəkətdən düşür, soyuyur. Allah subhanahu ta'ala Quran-ı Kərimdə buyurur: وَالنَّازِعَاتِ غَرْقَا وَالنَّاشِطَاتِ نَشْطَا. And olsun canı zorla alan mələklərə, and olsun canı rahat alan mələklərə. Ölüm mələyi isə bu zaman ruhu çıxarmağa başlayır. Sən bu vaxta qədər əmanətləri öz sahiblərinə qaytarmamısan, amma bu vaxta qədər günahlardan tövbə etməmsən, bu vaxta qədər sənin insanlar üzərində haqların var, qaytarmamsan, bu vaxta qədər sübh namazına yatıb qalmaqdan tövbə etməmsən, bu vaxta qədər asicilikləri tərk etməmsən, bu vaxta qədər və bu vaxta qədər Allah subhanahu ta'ala buyurur: Rabbirci'un le'alli a'malu salihan fîmə terakt. Ya Rabbi, o gün insan belə deyəcək: Ya Rabbi, məni geri dünyaya qaytar. Ola bilsin ki, zay etdiyim ömrün müqabilində yaxşı iş görüm. Allah subhanahu ta'ala yenə buyurur: Kəllə idə bələğətit təraqiyyə və qeylə mən raq. Can boğazı yetişəcəyi və onu bəladan kim xilas edə biləcək deyiləcəyi zaman. Ata soruşacaq: Kim mənim oğluma şəfa verə bilər? Oğul deyəcək: Kim mənim atamı sağalda bilər? Qadın deyəcək: Kim mənim ərimi sağalda bilər? Onu geri qaytara bilər. Zannə ennəhul firaq. Can üstü olan kimsə ayrılıq dəminin gəlib çatacağını anlayacaq. O artıq bilir ki, o bu dünyadan ayrılır, amma evini indiyə qədər tikib qutarmayıb, bu vaxta qədər hələ maşın almayıb və yaxud biletlərini hazırlayıb, bu vaxta qədər səfər etməyib və ya universitetin axırıncı ilindədir, amma indiyə qədər diplomunu almayıb və yaxud evlənməyə hazırlaşırdı və ya uşaq gözləyirdi, indiyə qədər dünyadakı arzularını həyata keçirməyib. Allah subhanahu ta'ala Quran-ı Kərimdə buyurur: وَظَنَّ أَنَّهُ الْفِرَاقِ وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ. Can üstü olan kimsə ayrılıq dəminin gəlib çatacağını anlayacaq və ölüm qorxusundan qıçı-qıçına dolaşacaq və aparılacağı yer isə o gün Allah subhanahu ta'alanın huzuru olacaq. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: Ləzzətləri parça-parça edən ölümü çox yada salın. Ölümü çox yada sal ey insan, ey Allahın qulu. Bu dünya heç bir şeyə bərabər deyil. Sənin milyonların, onlardan sən heç bir fayda görməyəcəksən. Vallahi bütün bu mallar, bu dünya, oğullar sənə heç bir fayda verməyəcək. Hər şey gedir, bu dünyada hər bir şey fanidir. Amma sənə qiyamət günü fayda verən isə sənin yaxşı əməllərin olacaq. O an barəsində fikirləş ki, əgər o anı dərk edə bilsən, lazımınca düşünə bilsən, günahlardan uzaqlaşardın. Həmçinin ey Allahın qulu, qiyamət günü Allah Taala'nın huzurunda duracağın anı fikirləş. Qiyamət günü çılpaq olaraq həşr olunacağını, diriləcəyini xəyalına gətir. O gün sən həyəcan içərisində olacaqsan, cəhənnəm qəzəbdən asilərə qarşı şiddətlənəcək. O asilər ki, Allah subhanahu ta'ala onlara qarşı şiddətlənmişdi, qəzəblənmişdi. Ey qulum, öz kitabını təmkinli oxu, bax gör ki, bütün şeylər olduğu kimidirmi? Kitabını oxuduqda, açıqda və gizlində etdiyin hər bir şey orada hazır görəcəksən. Cəlil olan Allah subhanahu ta'ala belə buyuracaq: Aparın qulumussuz cəhənnəmə. Heç o an barəsində fikirləşdinmi? Allah subhanahu ta'ala buyurur: يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَا عَمِلَتْ مِنْ خَيْرٍ مُحْتَرًا وَمَا عَمِلَتْ مِنْ سُوءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا وَيُحَذِّرُكُمُ اللّٰهُ نَفْسَهُ. O gün hər insan, hər kəs etdiyi yaxşı və pis əməli
öz qarşısında hazır görəcək və günahları ilə özü arasında uzaq bir məsafə olmasını arzulayacaq. Allah Subhanahu Taala sizi öz əzabı ilə qorxudur. O an ki anan sənə iş buyurdu dedin yox. O an ki atan sənə iş buyurdu dedin yox. Hamısını qiyamət günü xatırlayacaqsan ey insan. Və o zaman günahlarınla sənin arasında uzaq bir məsafə olmasını arzulayacaqsan. O an barəsində fikirləşdinmi? Möminlərin əmiri Ömər radiyallahu anhu belə buyurur: öz nəfslərinizi bu dünyada hesaba çəkin, qiyamət günü hesaba çəkilməzdən əvvəl. Allah Subhanahu Teala belə buyurur: ya eyyuhəllezine amenuttaqullaha vel tanzur nefsun ma qaddemet liğad. Ey iman gətirənlər, Allahdan qorxun. Hər kəs sabahı üçün, axirəti üçün nə hazırladığına baxsın. Ey Allahın qulu, ey insan, yatmazdan əvvəl və ya vitri qılmazdan əvvəl və ya dəstəmaz aldıqdan sonra və ya yuxu zikirlərini etdikdən sonra fikirləş, görək Allah üçün nə etdin? Günahlarını bir əlinə qoy, savablarını bir əlinə. Sonra öz nəfsini hesaba çək, gör hansı ağır gəlir. Ey Allahın qulu, öz nəfsini hesaba çək, qiyamət günü hesaba çəkilməzdən əvvəl. Yoxsa qiyamət günü gələndə Allah Subhanahu Taala o kimsələr barəsində buyurur: amilatun nasibə tasla naran hamiyə. Boş yerə əziyyət çəkib yorulacaq və yanar oda girəcək. Allah Subhanahu Taala buyurur başqa bir ayədə: və qadimna ilə mə amilu min aməl fəcəalnahu həbəən mənsura. Onların etdiyi əməlləri boş-boş edəcək. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: qiyamət günü əməlləri dağlar boyda olan qövmlər, cəmaatlar gələcəklər. Allah Subhanahu Taala onların əməllərini heç bir şey edəcək. Sahaban radiyallahu anh soruşur: kimdir onlar ya Resulullah? Onları bizə vəsf et ki, onlardan olmayaq. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: onlar sizin namaz qıldığınız kimi namaz qılarlar və oruç tutarlar, hətta gecə namazına da qalxarlar. Amma Allah Subhanahu Taala'nın haramları ilə tək-tənha qaldıqda bu haramlara yol verərlər və heç bir şey düşünməzlər. İnsanların gözü önündə, gözü qabağında salih bir insan kimi, özlərini salih bir insan kimi apararlar. Amma özü evdə tək qalanda, otaqda tək oturanda artıq onu heç kim görmür və başlayır Allah Subhanahu Taala'ya asi olmağa və yaxud bazara gedir və fikirləşir ki, onu heç kimsə izləmir və nə istəyir onu da edir. Allah Subhanahu Teala buyurur: Ələm ya'ləm bi ennəllaha yara. Məyər o bilmir ki, Allah Teala onu görür. Allah Teala onun elədiyi əməllərin hamısını qiyamət günü ona göstərəcək. Cəhənnəmi görəndə o insan dərindən bir ah çəkəcək və elədiyi bütün əməlləri xatırlayacaq. Necə ki Allah Subhanahu Teala Quran-ı Kərimdə buyurur: Və ci'ə yevmə izin bi cəhənnəm yevmə izin yetəzəkkərul insanu və ennə lehu zikra. Yəqulu ya leytəni qaddəmtu li həyati. Cəhənnəm gətiriləcəyi gün, məhz o gün insan öz günahlarını xatırlayacaq və peşman olacaq. Amma bu peşmançılıq ona heç bir fayda verməyəcək. Və o gün insan belə deyəcək: kəşki həyatımı yaxşı əməllərə həsr edəydim, kəşki həyatımda yaxşı işlər görəydim. Elmi olan kimsə deyəcək: kəşki insanlara bu elmi çatdıraydım, kəşki pis işlər gördüyümdə onları inkar edəydim, kəşki danışaydım, insanların söz-söhbətinə fikir verməzdim. Nə olub sənə, ey Allah yolunda dəvət edən kimsə? Sənə Allah yoluna, İslam'a dəvət etməyə nə mane olur? Xəcalətmi? Yoxsa utanmaqmı? Yoxsa cahillikmi? Yoxsa qorxumu? Nə olub sənə ey Allahın qulu, ey insan? Allahın əmr etdiyi yerdə, məclisdə danışmadın. O məclisdə ki, Allaha qarşı, salih insanlara, dinə qarşı xoşa gəlməyən söhbətlər edirdilər. Amma sən o yerdə sakit dururdun və bu duruşunu qiyamət günü xatırlayacaqsan. Onda belə deyəcəksən: ya leytəni qaddəmtu li həyati. Kəşki danışaydım, insanların sözlərinə fikir verməzdim. Kəşki münkəri inkar edəydim. Kəşki insanlara nəsiyyət verəydim və nəsiyyət etdiyim üçün mənə deyilən sözlərə görə həvəsdən düşməzdim. Səbr edəydim. Kəşki və kəşki. Və o insan qiyamət günü öz günahlarına baxacaq və xatırlayacaq ki, bunların səbəbi kim idi? Bu pis dostlarını xatırlayacaq. Allah Subhanahu Teala
Kur'an-ı Kerim'de böyle buyurur. يَوْمَ يَعُدُّ الظَّالِمُ عَلَى يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا يَا وَيْلَتَ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا لَقَدْ أَضَلَّنِي عَنْ ذِكْرِ بَعْدَ إِذْ جَاءَنِي وَكَانَ الشَّيْطَانُ لِلْإِنسَانِ خَذُولًا. O gün insan peşmançılıktan iki elini ağzına salıp çiğneyecek ve böyle diyecek: Kaş ki Peygamber sallallahu aleyhi ve sellem yolunu tutaydım. Kaş ki filan kese özüme dost tutmayaydım. Mənə bunlar beyan olduqdan sonra məni bu yoldan azdıran oldu. Və həqiqətən şeytan insanı rüsva edər. Dünyadayken yaxşı ve pis, salih, asikar insanları, dostları hatırlayacak. Ve o dostlar ki dünyadayken seni mescidlere, dini elm məclislərinə, xeyir yığıncaqlarına dəvət edirdilər. Amma pis insanlar, pis dostlar isə sənə belə deyirdi: Cavansan, 5 günlük dünyadır, get keyfini çək, bunlara qoşulub özünü bədbəxt etmə, avarlanmaq yox, içki içmək yox, gəzmək yox, keyf çəkmək yox. Onlar həyatını itirirlər və bu anları qiyamət günü sən xatırlayacaqsan və o zaman dən ki, insan bir barmağını veya iki parmağını, necə ki Allah subhanahu teala buyurur, peşmançılıqdan iki əllərini ağzına salıb çiğnəyəcəklər. İnsan qiyamət günü bu anları fikirləşəndə onun imanı artır. İmanın qalxmasına səbəb edən, yardım edən səbəblərdən biri də xatırlamaq. Xatırlamaq o vaxtdır ki, o vaxt insanlara əmr olunacaq ya cənnətə ya da cəhənnəmə. Bütün bunları xəyalına gətir ey Allahın qulu. Allah subhanahu teala qiyamət günü səni adınla çağıracaq və sən o gün insanlarla bərabər məhşərdə olacaqsan. Günəş isə 1 mil qədər insanların başı üzərində olacaq. O gün insanlar istinin şiddətindən yorğun, zəif bir halda olacaqlar. Allah Teala o gün insanları ayıracaq və o gün belə bir nida alınacaq: Hardadır filan oğlu filan? Səni o gün adınla çağıracaqlar. Ey insan, ey Allahın qulu. Bunu eşitəndə insanın əli qolu əsəcək. Az qalacaq ki, diz üstə çöksün və mələklər gəlib onu Cabbar, Qahhar və dünyaya, yerlərə, göylərə sahib olan Allah Taala'nın huzuruna aparacaqlar. O Allah ki, qiyamət günü dünya onun əlinin içərisində olacaq. O dünyaya belə müraciət edəcək: Hardadır bu dünyanın məlikləri, hardadır bu dünyanın sahibləri? Və sən isə o gün günahlarını xatırlayacaqsan sabah namazına qalxmadığın vaxtlarını, əsr namazını gecikdirməyini xatırlayacaqsan. Salih insanlar səni dəvət edirdilər, amma sən üz çevirirdin. Qurandakı ayəni eşitirdin. Allah subhanahu teala buyurur: وَذَرُوا مَا بَقِيَ مِنَ الرِّبَا اِنْ كُنْتُمْ مُؤْمِنِينَ. Əgər möminsinizsə, sələmdən, faizdən və ondan qalan məbləğdən əl çəkin və onu borcudan almayın. Bəqərə surəsinin 278-ci ayəsi. Amma sən faizdən əl çəkmirdin. Bilirdin ki, öz ailənə qarşı onlarda münkar görəndə, onlarda pislik görəndə, zövcən və ya qızın namazı və ya hicabı tərk edəndə buna görə sənin üzərinə məsuliyyət düşür. Amma sən heç bir şey demirdin. Qiyamət günü səni Allahın huzuruna gətirəcəklər və Allah Taala sənin etdiyin günahları sənə xatırladacaq. Əgər tövbə edib islah edənlərdən olsan, bütün günahlarını təsdiq etdikdən sonra Allah subhanahu taala belə deyəcək: Dünyadaykən sənin etdiyin günahları insanlara bəyan etmədim, bildirmədim, səni öpdüm və bugün isə səni bağışlayıram. Və onun kitabı ona sağdan veriləcək və o başqalarının yanına gedib belə deyəcək: Hə umqra'u kitabiyə inni zanantu enni mulaqin hisabiyə. Hakka surəsinin 19-20-ci ayələri. Alın əməl dəftərimi oxuyun. Mən dünyadaykən qiyamət günü öz hesabıma yetişəcəyimə möhkəm inanmışdım. Gedib insanlara müjdələndiyini çatdıracaq. Baxın və belə deyəcək: Baxın mənim kitabıma, baxın mənim səhifələrimə, baxın mənim yaxşı məclislərdə oturmağıma, baxın əmri bil məruf və nəhy anil münkərimə, baxın qiyam-ı leylə, baxın gündüz tutduğum oruçlara, baxın sadaqalara, baxın insanlara etdiyim yaxşılıqlara. Amma başqa bir sinifdən olsan, o sinifdən
düşməkdən, o sinifdən olmaqdan Allah subhanahu taala bizləri qorusun. Allah subhanahu taala o kimsələr barəsində Quran-ı Kərimdə xəbər verir. وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيَهْ وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ مَا أَغْنَى عَنِّي مَالِيَهْ هَلَكَ عَنِّي سُلْطَانِيَهْ خُذُوهُ فَغُلُّوهُ. Əməl dəftəri soldan verilənlər isə belə deyəcəklər: Kəşki əməl dəftərim mənə verilməyəydi, kəşki ölüm əbədi olaydı və bir daha dirilib bu əzabı görməyəydim. Mal dövlətim mənə heç bir fayda vermədi, Allahın əzabını məndən dəf edə bilmədi, mülküm, səltənətim isə məhv olub getdi. Allah dərgahından belə bir nida gələcək, tutub onu qandallayın. Amma indi o insan nə istəyir? Allah Subhanahu Səcdə surəsində buyurur: "Fərci'nə nə'məl salihan inna muqinun." Ya Rabbi, bizi dünyaya qaytar ki, yaxşı iş görək. Həqiqətən biz yəqinliklə inanırıq. Kaş ki, günahkarların sənin Rəbbinin huzurunda günahlarından utanaraq başlarını aşağı dikib Pərverdigara, dünyada yalan hesab etdiyimiz qiyaməti və onun əzabını gördük, eşitdik. İndi isə bizi dünyaya qaytar ki, yaxşı əməl, yaxşı iş görək. Biz həqiqətən yəqinliklə inananlardanıq. Səcdə surəsində Allah Subhanahu taala o kimsələrin halı barəsində belə buyurur: Vallahi o zaman o dünyaya qayıdıb məsciddə oturmağı, məsciddən ayrılmamağı fikirləşəcək. Allaha səcdə halında qovuşmağı fikirləşəcək. Bircə qəpiyə olsa belə onu sadaqa verməyi düşünəcək. Amma artıq gecdir. Allah Subhanahu taala buyurur: "Xuzuhu fagullu, thumma cehime sallu, thumma fi silsiletin zer'uha 70 zira'an fasluku." Onu tutub qandallayın, bağlayın, sonra isə cəhənnəmə atın. Daha sonra onu 70 arşın uzunluğunda zəncirlə bağlayın. Cəhənnəmə üzü qoyulu süründürüləcəklər və oda yaxınlaşdırıldıqları zaman cəhənnəmin qapıları açıq olacaq. Odu qara şiddətli olan cəhənnəmə atılanda o cəhənnəm isə Allah Subhanahu taala onun dilindən belə buyurur. Qaf surəsində: "Həl min məzid." Qiyamət günü belə deyəcək: "Yenə varmı?" Və o zaman baxacaq oradakı pis dostlarına, necə ki Allah Subhanahu taala buyurur: "Kulləmə dəxalət ümmətin la'anət uxtəhə, həttə izə dərəku fiyhə cəmi'a, qalət uxrahum li'ulahum Rabbənə həuləy adallunə, fəətihim azəbən du'fən minən-nər." Cəhənnəmə hər tayfə girdikcə başqalarına lənət oxuyacaqlar. Onları doğru yoldan azdırdıqları üçün nəhayət hamısı birlikdə cəhənnəmə varid olacaqlar. Orada toplandıqları zaman sonra gələnlər, tabi olanlar əvvəl gələnlərə tabi olduqları barəsində belə deyəcəklər: "Ya Rabbi, bizi azdıran bunlar idi, bunlara 2 qat cəhənnəm əzabı ver." Oradakı dostlarına, yoldaşlarına baxıb belə deyəcək: "Ya Rabbi, məni azdıran bunlar idi, onlardan 2 qat intiqam al, onlara 2 qat əzab ver." Necə ki, sələflərdən biri belə buyurur: "Cəhənnəmdən qorxan adamın halına təəccüb edirəm. Ondan qorxan adam, ondan qaçan adam necə yata bilər? Cənnəti istəyən adamın halına təəccüb edirəm. Onu tələb edən, onu istəyən adam necə yata bilər? Necə onun gözünə yuxu gedə bilər?" Peyğəmbər sallallahu aleyhi və səlləm əshabələri belə anları fikirləşəndə, necə ki Allah Subhanahu taala onlar barəsində Quran-ı Kərimdə xəbər verir: "Tətəcəfə cunubuhum anil mədaci yəd'un rabbəhum xawfən və təma'a." Onlar ibadət üçün yataqlarından qalxar, az yatar, qorxu və ümid içərisində Allaha dua edərlər. Onlar Allahın əzabını, ölümü, Allah qarşısında durmağı, qiyamət günü qəbirlərdən çıxıb haqqı hesabı üçün məhşərə toplanacaqlarını fikirləşəndə gecələr yata bilmirdilər. Gecələrini Allaha ibadətdə keçirərdilər. Niyə görə? Ona görə ki, Allah Subhanahu Taala'dan qorxurdular və onun rəhmətini istəyirdilər. Allah Subhanahu Taala Zümər surəsinin 9-cu ayəsində buyurur: "Qul hal yestevillezine ya'lemun vellezine la ya'lemun." Heç bilənlərlə bilməyənlər bərabər olarmı? Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün bəzi əshabələrinin yanından keçəndə görür ki, onlar yuxarı səslə çox gülürlər. Peyğəmbər sallallahu aleyhi və səlləm onlara belə deyir:
Eğer mən bilənləri bilsəydiniz, az gülüb çox ağlayardınız. O zaman onlar sanki qəflətdən oyanmış kimi başlarını aşağı salıb ağlamağa başladılar. Budur Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabelərinin halı. Amma bizə gəldikdə isə Allah subhanahu taala özü kömək olsun. Ramazanda Quran başdan ayağa oxunur, ancaq qəlb qorxmur. Hətta bir damcı göz yaşı olsun belə düşmür. Təsirlənmirik, dəyişmirik, düşünmürük. Qəlblər artıq bağlanıb. Allah subhanahu taala özü yardım etsin. Amma bu qəlbləri bağlayan kimdir? Bu qəlbləri nə bağladı? Allah subhanahu taala bu barədə xəbər verir. Kəllə bəl rana alə qulubihim mə kənu yəksibun. Onların qəlbləri etdiyi günahlardan dolayı qapanmışdır. Bütün baxışlar, danışılan sözlər, hərəkətlər, günahlar, asiçiliklər qəlbləri öldürür. Hətta o yerə gəlib çıxır ki, Allahın kəlamından faydalanmırsan. Və ya bizdən biri cənazəni görür və ya cənazənin çiynində daşıyır. Amma bunlar ona heç təsir etmir. Qəbirlərin yanından keçir gedir, amma elə bil ki, daşların yanından keçir gedir. Aparıb meyti bastırır, amma qəbristanlıqdan çıxanda başlayır gülməyə. Amma Əli radiyallahu anhu qəbirləri ziyarət edir, belə deyir. Assalamu aleykum ya əhləd diyarı minəl musliminə vəl müminin, innə inşaallaha bikum lahiqun. Ey müsəlmanlardan və möminlərdən ibarət olan qəbristanlıq əhli, Allahın salamı sizin üzərinə olsun və biz inşallah sizə yetişəcəyik. Və sonra isə belə deyir. Ya əhləl qubur, buyutukum sukinət, əmvalukum qusimət, əzvacukum zuvvicət, hədə haluna və mə hələkum ya əhləl qubur. Və cələsə qalilən thumma qal, ləv istata'u an yantiqu qalu, fətəzəvvədu fə innə xayrəzzədi təqva. Ey qəbir əhli, evlərinizdə məskən qurdular, yaşadılar, mallarınızı böldülər, yoldaşlarınız, zövcələriniz başqalarına ərə getdi. Budur bizim halımız, bəs sizin halınız nədir? Biraz oturduqdan sonra belə dedi, əgər danışa bilsəydilər, belə deyərdilər. Fətəzəvvədu fə innə xayrəzzədi təqva. Özünüzə azuqə götürün bu dünyadan. Azuqələrin ən xeyirlisi isə təqvadır. Təqva isə Allah Taala'nın qadağan etdiklərindən çəkinmək, əmr etdiklərini yerinə yetirmək, əzabından qorxmaq, rəhmətini ummaqdır. Ey müsəlman bəndə, sənin neçə yoldaşların, dostların var idi ki, artıq onlar bu dünyadan ayrıldılar. Və bir gün o sıra gəlib sənə də çatacaq, o gün sənə heç bir şey fayda verməyəcək, salih əməldən başqa. Necə ki, sələf salihlərdən biri olan Harun Raşid, ölüm ayağında olanda ətrafındakilərə belə deyir, məni bastırılacağım, qəbrə aparın. Onu qəbrinin yanına aparırlar, qəbri görəndə ağlama başlayır və belə deyir. Və bu iki ayəni oxuyur. Mə əğnə ənni məliyə, hələkə ənni sultaniyə. Mal dövlətim mənə heç bir fayda vermədi, mülküm, səltənətim isə məhv olub getdi. Və sonra başını yuxarı qaldırıb belə deyir, ey əbədi olub mülkü yox olmayan xaliq, varlıq, rəhm et mülkü fani olan məxluqlara. Bax ey Allahın qulu, hardadır mal, hardadır dollarlar, hardadır böyük tikdiyin imarətlər, hardadır sultanlar, hardadır dünyadakı hörmət, izzət, hardadır vəzifə, hardadır fani kreslo, hardadır şöhrət. O gün heç bir şey insana fayda verməyəcək, ancaq salih əməldən başqa. Hamımız öləcəyik, amma ölüm ilə iş qutarmır. Ölümdən sonra sonrası var və o sonradan sonra hesab var. Və o hesabda isə suallar var, məliklərin məliki olan Allah subhanahu taala qarşısında. Fudeyl ibn İyad rahiməhullah bir gün bir kişi ilə qarşılaşır və ondan soruşur, neçə yaşın var? Ya filan kişi 60 deyə cavab verir. Fudeyl deyir, deməli sən 60 ildir ki Allah subhanahu taala'ya tərəf yol gedirsən və az qalıb ki ona çatasan. Kişi deyir, İnnə lillahi və innə ileyhi raciun. Biz Allah'ınıq və Allah'a da qayıdacağıq. Və Fudeyl rahiməhullah belə deyir, ey qardaş, kim bilər ki Allah'ın quludur və Allah'a qayıdır, o düşünməlidir ki artıq Allah subhanahu taala'nın qarşısındadır. Və kim də dərk edər ki Allah'ın qarşısındadır və bilər ki o məsuldur
ve kim de bilər ki o məsuldur, o soruşulacaq, onda soruşulacaq suallara cavab hazırlasın. Kişi ağlaya-ağlaya belə dedi, dönüş nədir? Hudeyr rəhməhullah belə deyir, qalan öndə olan şeylərə görə Allahdan qorx ki, arkada qoyduğun, bıraxdığın günahlara görə Allah subhanahu ta'ala səni bağışlasın. Ey Allahın qulu, bir gün bir kişi, həddən artıq qoca bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlib belə deyir, ey Məhəmməd sallallahu aleyhi və səlləm, mənim o qədər günahlarım var ki, onları yer əhlinə paylasan, onları həlak edər. Mənə bir tövbə varmı? Mən tövbə edə bilərəmmi? İnsanların ən rəhimlisi olan Peyğəmbər sallallahu aleyhi və səlləm belə cavab verir. Sən şəhadət verirsənmi ki, ibadət olunmağa Allahdan başqa haqqı olan heç bir məbud yoxdur. Və mən Allahın qulu və elçisiyəm. Kişi sevinərək belə deyir. Əlbəttə şəhadət verirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, əgər belədirsə Allah subhanahu ta'ala səni bağışladı və sənin günahlarını yaxşılıqlarla əvəz etdi. Kişi dedi, yəni mənim bütün xəyanətkarlıqlarım, etdiyim pis əməllərin hamısını Allah subhanahu ta'ala bağışladı mı və onları yaxşılıqlarla mı əvəz etdi? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, bəli. Və o kişi gözdən itənə qədər Allahu Akbar, Allahu Akbar, Allahu Akbar deyə getdi. Allah subhanahu ta'ala Kur'an-ı Kerim'de buyurur, وَالَّذ۪ينَ اِذَا فَعَلُوا فَاحِشَةً اَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللّٰهِ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللّٰهِ وَلَمْ يُصِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ. O kəslər ki, fahişə işlər, böyük günahlar edərlər və ya öz nəfslərinə zulm edərlər, sonra Allahu Teala'nın rəhmətini xatırlayarlar və Allahdan başqa günahları kim bağışlayar? Amma Allah subhanahu Teala bu ayədə şərt qoyur, وَلَمْ يُصِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ. Elədikləri günahlardan sonra, bu günahlar, elətdiyi günahlardan sonra bir daha bu günahlara davam etməzlər. Bir şərtlə, ey insan, ey Allahın qulu, bu söhbətdən və ya bu kəsdə qulaq asdıqdan sonra bütün günahlar, asikarlıqlar üzərində, yad qadına baxdıqda, musiqiyə qulaq asdıqda, sabah namazına yatıb qalmaqda, qeybət etməkdə və bəzi günahlar edirsən ki, amma onları Allahdan başqa heç kəs bilmir. Bütün bunlar üzərində davam etmə. Çünki bu tövbənin şərtlərindən bir şərtdir. Peyğəmbər sallallahu aleyhi və səlləm əgər, belə buyurur, əgər bir insan bir günah edərsə, sonra qalxıb dəstəmaz alıb 2 rükət namaz qılarsa və bu namazda öz nəfsi ilə danışmazsa, Allah Teala onun günahlarını bağışlayar və öz nəfsi ilə danışmazsa, yəni xuşu ilə oxuduğu ayətləri düşünə-düşünə, dərk edə-edə namaz qılarsa, Allah subhanahu ta'ala Kur'an-ı Kerim'de buyurur, İlla men tâbe ve âmene ve amile amelen sâliha فَاُولَٰئِكَ يُبَدِّلُ اللّٰهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللّٰهُ غَفُورًا رَحِيمًا. Ancak tövbe edip iman getirenler ve yaxşı iş görenlerden başka Allah onların pis günahlarını, pis işlerini yaxşı əməllərlə əməl edecek. Allah subhanahu ta'ala bağışlayan ve rahmedendir. Eğer tövbe etmek istesen, elə indidən bu sözləri eşdən dəqiqədən əzm et ki, bütün günahlardan qayıdıb tövbe edeceksen. Necə ki şair buyurur, Kuffet zunube sagiraha ve kebiraha. Bütün küçük ve büyük günahları saxla. Demek ki inşallah Ramazan gələndə tövbe ederim veya həcce gedəndə tövbe ederim veya evlənəndən sonra veya məktəbi qurtardıqdan sonra veya bu vəzifədən çıxdıqdan sonra tövbe ederim. Yox ey Allahın qulu, sen bu yerde büyük bir hata edirsən. Niye? Çünkü əcəlin gec gələcəyini ümid edirsən. Büyük bir hata. Necə ki başka bir şair buyurur, Kem min sahihin mâte min gayri ille ve kem min sakimin âşehinen mineddahr. Neçə sağlam insanlar vardır ki, onlar heç bir səbəbsiz öldülər. Və neçə xəstə bir insanlar var ki, onlar uzun bir zaman yaşadılar. Ona göre de ey Allah'ın qulu, ey insan, Allah subhanahu ta'ala'ya tövbe etmeye tələs, ona qayıtmağa tələs. Allah subhanahu ta'ala qulu ona tövbe edəndə çok sevinir. Subhanallah, Allah'tan daha rəhimli kim var? Allah subhanahu ta'ala'dan